Demək uşaqlar bugün uzun zamandan sonra TikTok keşfetime baxacağıq. Görək TikTok keşfetində bir dəyişiklik varmı? Bilirsiniz ki, normalda çox qız falan çıxır mən TikTok keşfetimə. Mən baxmıram, amma prosta özü çıxır da başa düşürsünüz. Amma bu səfər inşallah bu lənəti qıracağıq və normal videolar çıxacaq qabağımıza. Deyirəm və videomuzu keçirəm. İnşallah yaxşı videolar çıxar. Getdik. Bu nədir ala? İyi. Bu nə? Ah. Sıvı. Bir dənə bel və süt diye bu kadar şey eləmərsən də la. Visal yazıb ki, çox qəşəng qaldı. Visal. Heç yaraşır sən bu sözdə. Bu gün evlənməliydim. Xoşbaxt eləsin. Allah üçün dünya və axirət. İki damcı yağış yağandan sonra şəhər. Alo. Bu nə da? Adam imiş ya da. Mən deyirəm nədir? Oy zübül. Ne oldu valla? Ay. Nə gülsən uşaqlar birini oxşatmadı? Hə, Rəşidə. Mən Ağamala Emrah, İlham oğlu, Quliyev Əmralı, mən Damrada, Zəyriyəm. Bir də oyunla damla oynamağa gələndən mən baş qaçışdıracağım, bir də 15 xal yazacağım. Zəyriyəm, bəsdir. Allah heç kəs Damlada məğlub eləməsin. O görə Damla oynamağa getmirəm uşaqlar. Bu nə la? 40 dakika içində manikür, pedikür və kaşlar yapabilir miyiz tabii ki? Mən bu dəqiqə nəyə baxıram tam olaraq? Haydarım. Ben karıma kast edeni yok ederim. Efraim Buyur Bozo. yok et. Qızların ürəyə getdiyi oğlan tipi. Vay vay vay, hoş gəlibsiz, hoş gəlibsiz. Salam dayı, salam. Ay Arzu, biz bir ayda nişanlıyıq. Mən elə sənin atamın gözünə girə bilməmişəm. Gir də. Bax, atam meyxanadan ötürü ölür. Doğrudan? Hə. Getdik. Bağışlar. Təxmin eləyirəm, nəsə meyxana oxuyanda nəsə şey eləyəcək, altın qayda. Hoş gəlmişsən ay oğul. Yoxdur sənə tay oğul. Ha? Kafiyeləndirdin. Meyxana deyə bilirsən. Bəli, bəli. Kızım, ged o okean su filtrindən qəşəng su gətir. Boğazımızı yaşlayaq, meyxanaya başlayaq. Mən deyirəm burada yalandan danış. Dinmə söz atma, öz xalandan danış. Dubayda, Londonda adın çıxardı. Dubayda, Londonda adın çıxardı. Tamamdan danışma lan, ündən dinə. Hər gecə balkonda adın çıxardı. Hər gecə balkonda adın çıxardı. Zülmü cəhalətdə parıldar günəş. Kafir olanlar çəkər əziyyətlə qəş. Matimətlər qalar hər şeylə fərş. Yaxşı yigit sonda adın çıxardır. Yaxşı yigit sonda adın çıxardır. Yaxşı yigit, sonda adın çıxardır. Hələ canım sağ eləsin. Bağlandı, burada bağlandı. Ay ata, bəs bir xala. Yox, mənə bir dəfə də bağlamışlar şeydə, neydi onun adı? Videonun heç nə başa düşmədim, mən Allah deyirəm yəni. Aradan səmanın saç yolma pəriləri gəlir. Bas gaza, bas gaza, aşkım bas gaza. Belə cicik videolar TikTokdan yığışdırılanlar bəlkə də Azərbaycan TikToku düzələ bilər, bilirsiniz buna nədir? Rusların videosu ya da xariclərin videosu. Bu görən nə tərə video çıxardı. Nə qəşəng temadır la. Atışdan belə açılır. Uşaq nəsə zibil çıxardı axşamına yəni. Görək nə olacaq axırda. Qəşəng pişdi, təbrik edirəm. Evet, bir dəqiqə boyunca bir dənə Rus xalanın beləsinə səhər yeməyi hazırlamasına baxdıq. Bəli. Bəlkə siz baxmadınız, mən orada kəsəcəm böyük ehtimal. Həvrim qapdayım, çıxıram. Hazırım da çıxaq. Gəl, çıxaq. Yalan danışan dostlarınıza göndərin bu videonu. Uşaqlar rəşdə hər səfərində belə eləyir. Deyir ki, evdən çıxmışam hə. Sonra yazıram, 2 xətt gedir. Mən bilirəm axı normalde bu adamın megabaytı olmur. Deməli 2 xətt gedirsə bu hələ də evdə deməkdir. Yaz. Yaza Tort seçəndən müştərilər, bilmirəm hansını seçsin. Bu nə? Daha yoluzluqdan ha. Belə tort olar ola. Tema bir şeydən. Biri mənə bu tortdan azarı ondan evlənər. Maqa, gedən yoxdur, qalan yoxdur. Ay Maqa, dilimdə heç yalan yoxdur. Maqa, səndən qəşəng Mağalar bu videonu tərk elədi, zibilə qalsın ya. Bütün mağalardan üzr istəyirəm bu videodan sonra. Bu nədən ha? Deyəsən Allah Bakı ilə maraqlanır, Bakını sel basır. Tarqob haraya baxırsan pozğun xana. Gülməlidir qaqa. Bu emojilər nə? Mən başım çıxmır. Allah. Cosplay transition. Bu bir dənə aktyor var, ona oxşadı. Siz də tanıdınız mı bilmirəm. Ve o kadar fazla erkek yazdı ki aklıma daha ilginç bir video konusu geldi. Elimde büyük bir güç var. Neden sadece bir genç istiyoruz ki? Tamam, herkes aynı şeyi yazdı. Kahve içmeye gidelim. Ve 100 mesaj gönderildi. Ama direkt bunu yazan bir kızın yanına kimse gelmez herhalde değil mi? Evet, buluşmaya yarım saat kaldı ve size kötü bir haberim var. Kız telefonlarımı açmıyor ve birisi geldi bile. Hatta cevap bekliyor. Mal gibi ortada kaldım. Sayı 3'e çıktı ve durmadan yazıyorlar. Hatta birisi cevap gelmiyor diye ortamı terk etti. 2'ye düştük.
Ve evet 6 kişi olduk ve hepsi birbirinden habersiz. Yan yana 20 dakikadır bekliyor. Ama bu şey yok şimdi. Hababam sınıfında kızlar gelir, sonra kızlar bütün oğlanlara 6'sına 7'sine eyni yere, eyni saata randevu ayarlayırlar. Tosun onu oxşuyla bu arada video. And I know you've been waiting for me to make this video, so Abi bu kızım var ha. Videolar bir-sirindən qaşır. Çox qaşır edit eləyir bu arada. Və sonunda da transparent oldu. this is honestly, I really just want to be completely transparent with you guys. Təxmin eləmişdim belə bir şey deyəcək. Bu arada bu şeydir, zarafatı başa düşməzsə başa salımda. Sizə qarşı çox şəffaf olacam demək normalda biz sizə deməkdir. Sizə qarşı çox açıq sözlü olacam, mən sizə gizlətməyəcəm deməkdir də. Amma şəffaf olmağı belənçinə susaxan bir şey. Kedi maması mı alıyor? Harbi mi? Abi şimdi kedi maması vermeyin, çalışacak bunu. Kaç lira lan? Allah ölkə elə bir yerə gəlib ki, həqiqətən mücə pişiklər də işlədilər. Çikolata bölünür. Gofret bölünür. Bisküvi bölünür. Vatan bölünmez. Uşaqlar yorumlara Türkiyə və Azərbaycan bayraqları ilə dolduraq tez eləyin. Gumball məktəbi real həyatda mı? Dostum, bu həqiqətən çox epikdir. Hangi filmi izlemek daha kolay? Oppenheimer'ı izlemek için jeopolitiği, modern fiziği ve astronomiyi yalamış yutmuş olmalı, YDS'den en az 95 almalı ve 4 üzerinden 3.90 üzerinde üniversite ortalamasına sahip olmalısın. Barbie'yi izlemek içinse sadece yanına bir kız arkadaş bulman gerek. İşte bu yüzden Oppenheimer'ı izlemek çok daha kolay. Barbie-ni izləmək üçün qızları anlamaq lazımdır. Buna görə də Oppenheimer'ı izləmək daha rahat. Oyuncaqın canlı çıxdı. Oy zibil sifətə bax. Çox pis görünürəm. Məncə normal görünürəm abi. Həqiqi şala çox pis görünür. Normal görünür inşallah, bir an yazın hələ. Adı idi? Sənin mən o ağzını payını verərəm. Sən də nə mən sövgülü və pişt eləyən. Ha ne olur Harun normal. Neyse, onda sən də paça. Gör sahne geçmişim. Nədir? Bak. İndirimdə olan o mantığı yeməklərdə. Ne tatlıdır. Qaqa çox sağ ol, mən şablarını yeməmişdim. Rozenbol olsun, rozenbol olsun. Lezzetli koko. Qaqa xadalatından necə çıxacaq? Hiç tat düşü olsun. Qaqa çox süperdir. Qaqa kitaba evdə krisadan olarkən tutum xahiş Hiç edirəm. tat yoktu yemek o ye. Yaxşı, sən nə anlamı? Qaqa sən ürəksən. Hadi get yemek o ye da. Abi şey başım çıxmır. Bir adamın ağzından necə bu qədər səs çıxa bilər? Görsən oynayır o səsinlə. Bu nədən ha? Bədən parçalarını sıralır. Oha da yəni sadəcə yəni bədəni yuxarı qoyacaqsan. O cüründə saçı həqiqətən 9-a qoydun. Bu pişmiş ki ya. Oğlum beni bırakın şuna bakın artık. Çevir şunu ya. Çevir şunu ya. Oğlum yanmış ya bu. Yanar tabii. Almıyorsunuz ki adamı. Temadan ağac o geldi bu video. Yazmaz üstüne bak uşaqlarla belə video çəkmiyorlar. Abi bu video niye 852 bin like alıb? Siz bu videoya 5000 like atmırsınız. Utanırsınız sözünüz. Alright then, what if they offer 100,000? Okay, I agree. Bu da la İngiliz səhillə bazadı. Hey, listen up. You're a grown man. Aren't you tired of these topics? If they give me 100,000, I'll do anything. Hello. Qəşəng bir fikirmiş, xoşuma gəldi. Dünya görüşünü yoxla 20-ci Aha. hissə. İlk dəfə hansı heyvana əhəlləşdirilmişdir? İt yoxsa at? Aha, ilk dəfə hansı heyvan əhəlləşdirilmişdir? Gözlər, bir dənə fikirləşək. İt yoxsa at? Hamı it olduğunu fikirləşir. Ancaq böyük ehtimal atdır. Çünki minib falan savaşlara falan gedirdilər axı. Məncə atdır. Cavab it. Sherlock Zibilə qalsın. Theodore Dreiser yoxsa Conan Doyle? Nə bilim, ola heç tanımam. Sherlock Holmes obrazını hansı yazdılar? A variant deyək. İki dəfə üstə A gəlməz yəni ki. Cavab B variantı. Hay, Conan zibilə Doyle. qalsın. Adam fikirləşir də tapamıram, atada da tapamıram. Nədir belə? Yoga sözünün mənası nədir? Yumşaq, Aha, doğru. həlim yoxsa birlik, ittifaq? Yoga sözü, yoga nə qarırlar? Bir yerdə falan edirlər də yoganı düzdür. Amma ki, əsnəmək üçün edirlər. Məncə yumşaqdır. Cavab B variantı. Daşdan fırlanlar. Bir dənə düz tapa bilmədim valla. Birlik. Təbiət mənzərəsinin şəkli necə adlanır? Peyzaj yoxsa poeziya? Poeziya. Poeziya bir sizdən sözünə oxşuyur. Ancaq həmişə fikirləşdiyim əşki sıxımına görə poeziya deyirəm. Poeziya. Bəli, doğrudur. Peyzaj. Məhəmməd Cahan hansı dövlətin hökmdarı olub? Səlcuqlar yoxsa Atabəylər? Məhəmməd Cavan Pəhləvan Səlcuqların hökmdarı olub. Doğrudur. Atabəylər dövlətinin. Neçə doğru cavabınız oldu? Bu video təzə çəkim bəlkə. Yəni sıfır doğru da. Yəni heç birini bilməz bir insana ilkdən deyirəm. Bağla bu video bir abırsız da ilkdən deyirəm. FNF bir sənət əsəridir uşaqlar. FNF-ə oynamayan varsa oynasın, həqiqətən çox qəşəng oyundur. Ceyhun Universitet məzunları səhv eləyəndə. Ceyhun Universitet məzunları səhv eləyəndə.
Başa işte. İnşallah bu video bu kadar. Ümid ederim sevdiğiniz bir video olmuştur. Daha çok bu tipte videolar için bir de like atmayı unutmayın. Bu arada bize kofe alanlara, indiye kadar bize kofe alanları bir tane nəzərdən keçirsək görək kim bizə kofe alır. 2 tane yeni kofe alanımız var. Biri Yusif'dir sağ olsun. Bir də ki Elnur'dur. Əgər siz də adınızın burada çıxmasını və videoda sizin adınızı deməmi istəyirsə, mənə bir dənə kofe almağı unutmayın deyirəm və bu videomu burada sonlandırıram. Gələcək videoda görüşmək üzere. Sağ olun.